Salam aleykum. Deməli, kimdə avtomobildə YouTube izləyə bilmirsə, yəni Android avto vasitəsilə, yəni bu yolla bunu həll etmək olur. Məndə Chevrolet Equinox avtomobildir 2018-in. Yəni bu yolla həll etdim. Deməli, ekranda gördüyünüz proqram Fermat Auto proqramıdır. Bu proqramı Google-dan APK faylı yükləyib telefonda ustanovka edirsiniz. Yəni, proqram belə bir proqramdır. Gördüyünüz üçün bu hissədə YouTube var. YouTube izləmək olur. Bu TV kanallardır. Bu TV kanallarda proqram daxilinə İP-TV yəni linkləri pulsuz link tapıb, yəni bunu ustanovka edirsən proqramın tərkibinə, yəni ondan sonra proqramlarda, yəni TV avtomobildə izləmək olur. Bizə əsas YouTube'dur. YouTube lazımdır. YouTube'dakı burada da gördüyünüz kimi. YouTube'da tam rahat reklamsız izləmək olur. Deməli, proqramı yüklədikdən sonra gəlirik telefonda настройкaya. Настройкada подключение и общий достуp. Buraya giririk. Düşürük burada aşağı Android Auto. Android Auto'da da gəlirik настройка panel запуска. Giririk bura. Bura girəndən sonra həmən bu Fermato Auto telefonun ustanovka olunan proqram, bax burada belə görsənməlidir. Burada belə görsənsə, deməli hər şey qaydasındadır və avtomobilin ekranında yəni proqram çıxacaq və YouTube rahat izləyəcəksiniz. Yəni bu hissə ümumiyyətlə burada gördüyünüz proqramlar hamısı yəni Android Auto vasitəsilə avtomobilin ekranında yəni ki istifadə edilə biləcək də, yəni istifadəyə icazə verilən proqramlardır. Gördüyünüz kimi burada YouTube yoxdur. YouTube'u da dediyim bu Fermat Auto vasitəsilə bura salırıq, elə bir ki hilə gəlirik. Salırıq və avtomobilin ekranında telefon avtomobilə qoşduqdan sonra USB ilə, yəni onu da bilirsiniz, yəni USB ilə qoşduqdan sonra ekranda bu proqram çıxır və proqramı açıb içindən YouTube izləyirik. Əgər girdiniz, burada görməsəz bu proqram yoxdursa bu hissədə, ondan neyinirik? Məndə 2 dəfə həll oldu. Deməli, qaydırıq dala, həmən bu Android Auto giririk bu hissəyə telefonda, tam aşağıya düşürük, versiya bölməsinə giririk, belə bir şey açılır. Bura açıldıqdan sonra yuxarıda sağ küncdəki 3 nöqtəyə basırıq. Burada Dilyar Rabotikov. Bax, bura giririk. Burada da gəlirik aşağı. Burada Nizvesni Stosniki. Gördüyünüz bu yer var. Burada görürsünüz, məndə qalıcqa var. Sizdə məndə burada qalıcqa yox idi. Yəni, həmən proqramı bayaq ki, bundan əvvəl girdiyimiz bölümdə görsətmirdi. Və bura Nizvesni Stosniki qalıcqanı qoyursunuz. Bunu qoyandan sonra girdiyiniz həmən yerə, bundan qabaq görsətdiyim yerə girirsiniz. Əgər orada yenə də o proqram olmasa, bu dəfə proqramı telefondan silib yenidən ustanovka edirsiniz. Yəni bu qalıcqanı qoyduqdan sonra bir daha həmən proqramı telefondan silib təzədən ustanovka edirsiniz və onda həmən yerdə həmən proqram çıxacaq. Yəni məndə şəxsən belə oldu. Yəni proqram orada görsənəndən sonra bax bu hissədə, yəni o qalıcqanı oraya qoyduqdan sonra qayıdırsınız bura. Настройка panel запуска. Bura qayıdandan sonra burada görsənməlidir. Dediyim kimi qalıcqadan sonra da burada görsənməsə, yəni çıxıb proqramı telefonunuzdan silirsiniz. Siləcəksiniz və təzədən ustanovka edəcəksiniz və bu dəfə 99%, 100 demək, 99% məsələ həll olacaq. Ondan sonra USB ilə telefonu avtomobilin monitoruna qoşursunuz və orada həmən proqram çıxır. Gördüyünüz bu proqram açırsınız, YouTube izləyirsiniz. Avtomobilə də qoşulandan sonra orasını da çəkib paylaşacağım. Ya videonun davamında ya da əlavə olaraq.
Gördüyünüz kimi YouTube normal açır baxırsan. Mənim TV kanallarımdır, kanalları da açır baxıram. Про зомби, а про службы доставки не пишешь. Потому что это фантастика, а не производственный роман.